Doktor, yağ təbəqəsinin ayrı-ayrı müəyyən mərhələli şəkildə gözə Bərpası. olan, yox, həm bərpası, həm funksiyasına da toxundunuz da az çox. Bəli. Yenə də göz yaşının buxarlanmasının qarşısını alırsa, bir digər dediyiniz o musin barəsində də Bəli, danışında, onun özünün də uzun Musin yapışma funksiyasını qalsın artıran deyə. bir amildir. Musin hər zaman gözümüzdə Yəni, var. o qədər paralel şəkildə çalışırlar Bəli. ki, birinin digərinin işini pozması. Bəli. Musin Gətirir bu sindrom bizim hocam. yəni konjektiva tərəfindən ifraz olunan protein tərkibli bir selik qışası kimi düşünməliyik. Necə ki o balığın pullarının üstündə o selik kimi bir təbəqə varsa, yapışqanlıq verirsə, musin təbəqəsi də göz yaşı pərdəmizin, göz yaşı zarımızın ən iç qatıdır. O suyu gözümüzə yapışdırıb saxlamağa təmin eləyir. Baxın, o revmatoloji xəstəliklərdə bu musin təbəqəsi ilk bozulan amildir. Məsəl üçün, yağ təbəqəsi var, çünki hormonal səviyyə bozulmayıb, insan gəncdir. Amma musin təbəqəsi, çünki konjektivamız xroniki bir iltihab içindədir. Niyə oynaqlarımız şişir? Xroniki iltihabdır. Niyə orada hərəkət məhdudiyyəti yaranır? Çünki iltihabdır. Konjektivamızda da daimi bir iltihab nəticəsində o episklerit kimi də özünü biruzə verə bilər, konjektivit kimi də biruzə verir. Amma heç biruzə vermədən də mikro səviyyədə kiçik bir iltihabi proses uzun zaman xroniki iltihab proses davam edirsə, o musin təbəqəsi bozulur və insanların göz yaşı axıb gedir, su kimi axır, gözün üstündə qalmır. Musin təbəqəsinin bərpası ən çətin bərpa olunan təbəqədir. Burada revmatoloq həkimlərə çox böyük ehtiyacımız var. Bu insanlar uzun müddət bəzən steroid tərkibli dərmanlar qəbul etməlidirlər və ümumi xroniki müalicə ilə bərabər getməlidir quru gözün müalicəsi. Onlar bərpa etmədən, qandakı o bəzi deməli nöqsanları aradan qaldırmadan göz yaşı təbəqəsinin bərpası, musin təbəqəsinin bərpası namümkündür. Görün, nə qədər incəlikləri var. Amma şikayətimiz nədir? Ancaq Gözdə qızartı, batma, yanma, suyun axması, göz yaşının axması. Yəni, o qədər bəsit deyil. Baxın, o qədər dəyərləndirmə incə şəkildə aparılmalıdır ki, oftalmoloji müayinələr sırasında. Hər halda, indi biz onu bir daha vurğulayaq. Caspian International Hospitalda Cahid Şahbazovun oftalmoloji mərkəz deyək. Orada böyük bir komanda çalışır. Komandanın fəaliyyətini də xüsusilə vurğulamaq lazımdır. Nəticə, müayinə nəticəsi olaraq bütün komanda heyəti işini bitirəndən sonra sizə nəticə gəlir və o nəticəyə görə dəyərləndirib var olan refraktiv qüsurdur və ya digər problemləri aradan qaldırır.